Qəzzada humanitar böhran hələ də hökm sürür. Fələstinlilər soyuq və yağışlarla mübarizə aparırlar. Havanın temperaturunun aşağı düşməsi səbəbindən qaçqınlar artıq çadırlarda yaşaya bilmədiklərini deyirlər. Aralıq dənizindən gələn dalğalar sahildəki çadırları dağıdır. Qurulan baryerlər də artıq küləyə tab gətirmir. Çadırlar suyun altında qalıb. Hətta 4 nəfər dağılan çadırın altında qalaraq həyatını itirib. Qəzzada vəziyyətin pisləşdiyi bir vaxtda Amerika Birləşmiş Ştatlarının zolaqla bağlı planının ikinci mərhələsinə start verilib. Ağ Ev rəhbərinin xüsusi elçisi Steve Witkoff bildirib ki, bu hissədə silahsızlaşdırılma, texnokrat idarəçilik və bərpa işləri nəzərdə tutulur. Dəniz bizə hücum etdi və çadırlarımızı dağıtdı. 4 gündür ki, açıq havada çimərlikdə döşəksiz yaşayırıq. Dəniz döşəklərimizi, çadırlarımızı, yeməyimizi və sahib olduğumuz hər şeyi götürdü. Biz konkret həqiqi bir şey, dağılan evlərimizə qayıtmaq istəyirik. Övladlarımız nə edib ki, bu dağıntılar içində yaşamalıdırlar? Bu uşaq nə edib ki, buna layiqdir? Onun oyuncaqları hardadır? Onun həyatı hardadır? Bizim həyatımız faciədir. Biz ləyaqətli və yaxşı bir həyat istəyirik. Bu xəbərdən sevindik, amma Allaha yalvarırıq ki, bu sadəcə boş sözlər olmasın. Bunun həqiqi olmasına ehtiyacımız var. Çünki ikinci mərhələdə evimizə və yaşadığımız ərazilərə qayıda biləcəyik. Keçidlər açılar, vəziyyət yaxşılaşar, bərpa işləri başlayar. Ümid edirəm ki, bu sadəcə vəd olaraq qalmaz. Çadırlarda yaşamaq çox çətindir. İstər yayda, istərsə də qışda. Planın bu mərhələsində zolağın idarə edilməsi üçün komitə yaradılacaq. Bu quruma Əli Şahat başçılıq edəcək. Hətta onun Qəzzanın təmizlənməsinə dair 3 illik planı var. Bundan başqa, ərazidəki bütün icazəsiz şəxslər silahsızlaşdırılır. Lakin layihənin ikinci hissəsində bəzi şübhəli məqamlar da yer alır. Həmasın demilitarizasiya olunmağa razılaşması belə məqamlardandır. Çünki qruplaşma ərazidə müstəqil dövlət yaradılmayana qədər silahı yerə qoymayacağını deyirdi. Lakin bəzi ABŞ media orqanlarında Həmasın buna razılıq verdiyi bildirilir. İddialara görə qruplaşma bu istiqamətdə siqnallar verir. Onların gücünün böyük hissəsinin tükəndiyi və çoxlu insan itirdikləri deyilir. Bu səbəbdən də Həmasın planın ikinci mərhələsindəki şərtlərə əməl edəcəyi proqnozlaşdırılır. Bundan başqa, qruplaşmadan sonuncu İsrailli girovu qaytarması gözlənilir. İkinci mərhələnin tam şəkildə yerinə yetirilməsi üçün əsas fundamental burada məsələ Həmasın silahsızlaşdırılması məsələsidir. Nə qədər ki, Həmas silahı yerə qoymayıb, bu İsrail üçün də bir səbəb olacaq ki, oradakı deməli iştirakını davam etdirsin. Və nə qədər ki, orada həm İsrail qoşunları var, həm də Həmas arasında toqquşmalar var, ora beynəlxalq sabitləşdirici güclər daxil ola bilməyəcək. Çünki onların ora daxil olması birbaşa artıq iki döyüşən tərəfin arasında daxil olmaq deməkdir. Və bu baş verməyincə də artıq Qəzzada hansısa bir idarəçiliyin yaradılmasından və orada yenidən qurma işlərin aparılmasından söhbət belə gedə bilməz. Digər şübhəli məqam isə atəşkəslə bağlıdır. Tərəflər oktyabrdan bəri bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Bunun da zolağa humanitar yardımın daxil olmasına maneə yaratdığı bildirilir. Bu əsasda Həmas rəfah keçid məntəqəsinin açılmasını tələb edir. Birləşmiş Millətlər Təşkilatı zolağa vacib təchizatın məhdudiyyətsiz axınına ehtiyac olduğunu açıqlayıb. Bundan başqa, ikinci mərhələdə beynəlxalq stabilləşdirmə qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Həmin qüvvələr yoxlanılan Fələstinli polislərə təlim keçəcəklər. Müharibədən sonraki yenidən qurma işləri çox baha başa gələn və vaxt aparan bir işdir. Bunu ucuz və ya asan həll etmək mümkün deyil. İndiyə qədər ölkələr öz ritorikalarını faktiki töhfələri ilə uyğunlaşdırmağa hazır deyillər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın planının ikinci mərhələsi Qəzzanın tam bərpasına keçid sayılır. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli hesabatına görə Qəzzanın dağılan evlərinin bərpası ən azı 2040-cı ilə qədər davam edəcək. Yenidən qurma işlərinin 50 milyard dollardan çox xərc tələb edəcəyi bildirilir. Analitiklərin fikrincə, ikinci mərhələnin baş tutması üçün planın birinci hissəsində yarımçıq qalan bəzi işlər tamamlanmalıdır. Bura İsrailli girovun qaytarılması da daxildir. Yalnız bundan sonra zolaqda quruculuq işlərinə başlanıla biləcək.